Salam, hər kəs salamlayıram. Səs eşidilir, yaxşıdır. Arxa. Okay. Cool. Xoş gördük hər birinizi. Mən Fərid Seyfullayev və siz də bizlərin səhvlərindən öyrənməyə gələn gənclər. Qısa olaraq özümü təqdim eləməmişdən qabaq deyim ki, mən Sumqayıt uşağıyam. Neçə nəfər Sumqayıtlı var? Niyə belə zəif? Tamam. Okay, bu mənəm. Hə, tamam mənəm. Qısa olaraq məlumat verim ki, 26 yaşa qədər Sumqayıtda cool, full, necə deyir sizə deyək, bir təcrübəm var idi. Soft və hard skilllərlə bağlı, yəni yumuşaq və möhkəm bacarıqlar. Bu yumuşaq bacarıqlar yalan danışmaq idi, yaxşı yalan danışa bilirdi. Və hard skills isə bu piraşki yeməklə bağlı, PlayStation oynamaqla bağlı baya bir səviyyə var idi. Və 26 yaş, yəni ki, mütləq hamı soruşacaq ki, haranı qurtarmısınız. Bakalavr və magistr olaraq Sumqayıt State University-ni bitirmişəm. Tamam. Və bakalavr magistr bitirdi, iş tapmaq lazımdır. Full bu cür experience-lə də bilirsiniz də, yəni təcrübə ilə hər yerdə qapı açıqdır. Və dedilər ki, Nəbatat bağında iş var. Okay, dedim, Nəbatat bağı, mən, nə əlaqəsi yəni? Dedim, uzağı fəhlədən falan işləyərik də, bir 3 ay, 4 ay, sonra başımıza bir çarə bularıq. Və getdim ora, gözəl dedim, getdik ora. Ora tək getməmişdim. Əslində ora mənə aparan bir tanışım var idi. Bu tanış, biz orta məktəbdə paralel oxumuşduq, bakalavri paralel oxumuşduq, magistri paralel oxumuşduq. Elə oldu ki, dedik ki, daha paralel oxumuşuqsa, həyatı da paralel yaşayaq da. Yoldaşımdır, təşəkkür edirəm. Minnətdaram. Və dəyişim də oradan başladı və direktor müavinlə görüşdüm. Direktor müavin baxdı mənə, danışdıq biraz və mənim üçün yad olan bir söz dedi. Oğlum, səndə potensial görürəm. Mən də özünə heç nə demədim. Dedim, mən ayağımın altını görə bilmirəm. Siz potensialı məndə necə görürsünüz? Məsələn, oradan da artıq məsələlər başladı həqiqətən də. Bir il sonra özü ilə belə dartdı, İrana konferansa apardı. 2 il sonra artıq İsveçrəyə kursa gedirdim. Ondan sonra yavaş yavaş dəyişdi. Və bu gün də toxunmaq istədiyim məsələ, toxunmamışdan qabaq deyim mən kiməm də. Bakı Dövlətinin müəllimiyəm. Ekologiya fakültəsində dərs deyirəm. Və burada tələbələrim də var, salamlayıram onları. Eyni zamanda Təhsil Nazirliyinin bir mərkəzi var, Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzi. Orada da çalışıram. Və eyni zamanda Hədəf Şirkətlər qrupunda da təlim və beynəlxalq əlaqələr üzrə mütəxəssisəm. Pişəvari adına liseydə orta məktəb uşaqlarına fərdi inkişaf dərsləri deyirəm. Təlimçiliklə məşğulam. Boş vaxtlarımda da, bu qədər, boş vaxt qalmır da, yəni bu qədər. Və bu günlərdə bölüşmək istədiyim nöqtə sırf düşüncələrimizlə bağlıdır. Əslində bizi xaricdə təhsildən saxlayan əsas məqam düşüncələrimizdir. Yəni mən bir normal Azərbaycan gənci addım atmaq istəyir və düşüncə gəlir, oturur orada. Tamam. Məhz o düşüncələrdən danışmaq istəyirəm və onları necə aradan götürə bilərik, o üzərindən danışmaq istəyirəm. Birinci məsələ, dünya barədə bizi aldadıblar. Həm öz təcrübəmdən deyərək, həm də gənclərlə, məktəblilərlə, uşaqlarla çox işlədiyim üçün ən böyük problem, maneə dünyaya baxış acımızdır. Dünya, yəni, wow. Xaricdə təhsil deyəndə ağla ilk Oxford gəlir. Yox, mən xaricdə oxuya bilmərəm. Niyə oxuya bilmərəm? Çətindir. Tamam, Oxford, Cambridge çətindir. Amma dünya tək Oxford, Cambridge deyil. Və yaxud da oran mühiti, oran insanları baya bizim gözümüzdə çox böyüdülüb. Və bu günlər birinci işim o gözləntini aşağı salmaqdır ki, dünyada da elə belə, Amerikada getdik, gəldik. Okay? Bu görsənmir, orada görsənmir, tamam. Burada mən görə bilirsiniz, görə bilmirsiniz, yəni görə bilmirsiniz. Xanım, Amerikadayam, təlimlərə gedirəm. Hər təlimdən çıxandan sonra 1-2 nəfər şəbəkələşmək üçün oğurluyuram. Tamam. Gördüm, xanım da eyni təlimdən çıxdıq. Dedim, vaxtımız olar, görüşərək, danışarıq. Tamam. Vaxt təyin elədik. Bu elmi danışıq idi, başqa şey deyildi yəni. Tamam. Getdik, görüşdük və söhbət əsnasında məlum oldu ki, bu sabah iş görüşməsinə gedir. Magistri bitirib, deməli, Amerika, Minnesota Universiteti və gördüm, həyəcanlıdır. Həyəcanlıdır, tamam. Başladım danışmağa bu ilə.
ki, narahat olma, belə, biraz motivasiya falan Sumqayıt şəhərdə, yəni bir yolunu tapır yəni. Və getdi. Səhərin zəng gəldi ki, bəs mən sizi evə dəvət eləmək istəyirəm. Anam təşəkkür eləmək istəyirsə və şam yeməyi. Dedim, nə məsələdir? Dedi, dünən necə motivasiya elədirsə, getdim, işdən keçdim yəni. Tamam, işə qəbul olundum. Və öz-özümə düşündüm ki, ya mən kim oluyorum yəni Amerikan tələbəsini motivasiya ediyorum. Ha? Yəni, məsələ də nədədir? Məsələ gözləntilərimizdə idi ki, yəni oyda, onlar belədir. Yox, yəni bir az gözləntilərimizi aşağı salaq. Digər, yəqin ki, görmürsünüz, ortada mənəm və mənim rəhbərimdir, Alman rəhbərimdir, Marike. Eyni yaşdayıq, 85 təvəllüddür. Sadəcə o professordur və şöbə müdürüdür, departament rəhbəridir. Biraz fərqimiz bundadır. Qalan hamısı eynidir demək olar. Və dedi ki, mənim magistrimin müdafiəsidir. Gəl səni də komissiyanın üzvü qoyaq. İştirak elə də. Gündə gördüyümüz işdir də, nədir ki? Dresden Texnik Universiteti, dünyanın ən yaxşı 5 universitetindən biri, magistr müdafiəsi, mən də komissiyanın üzvü, bir şey yoxdur. Və tələbə gəldi, ingilis dilində deməli magistrdir, bu prezentasiya elədi və prezentasiya eləyəndən sonra suallar verdik. Bir 10 sualdan təsəvvür edin ki, 5-nə, 4-nə cavab verə bilmədi. Və yığışdıq belə, dedim oyda, indi buna qan utduracaqlar burada. Bunu buraxmazlar, yazdıq uşaq. Yığışdıq, dedim, nə məsələ, nə eləyər? Heç nə, keçdi, təbrik edirik. Mən şok. Yəni, Dresden Texnik Universiteti, dünyanın 500 universitetindən biri, magistr müdafiəsi və bu. Əslində normal idi. Sadəcə mən gözləntilərimi burada baya yüksək qoymuşdum ki, dünya, Avropa, ən yaxşı universitet, tələbə, wow, yox, o deyil. Yəni ona görə bu düşüncələrimizi baya aşağı eləyin, biraz aşağı eləyin ki, tamam, niyə də yox. Okay? Və bu xanım da Amerikadakı anneciğim idi, Silvia, evində qalırdı xanımın, əla, tamam, indi daha yaxşı görsənir. Hər axşam da söhbət edirdi xanımla. Və bir gün gəldim, görüm ki, çox əsəbidir. Okay. Dedim, nə məsələdir Silvia xanım? Hey mom, what happened? Okay. Deyir ki, oğlum gəlmişdi gəlinimlə. Deyirəm, nə gözəl. Yedilər, içdilər, getdilər, gəlin qabları yumadı. Baxıram və şok. Yəni, Amerikada, Amerikalı xanım, 65 yaşı var, müəllimə işləyib ömrü boyu və bu səviyyə və gəlindən qeybət eləyir. Okay? Yəni, bunları gördükcə artıq gözləntilərim düşdü ki, dünya, yəni bildiyimiz bu dünyadır. Yəni, bildiyimiz Azərbaycan, biraz belə orasına burasına gül qoysaq Amerika olacaq. Başqa bir şey yoxdur yəni. Okay? Və bu gözləntilərimin yerə düşdüyü nöqtə isə, yenə də Minnesota Universitetindəyəm, təlimlər axtarıram ki, inkişaf edeyim də. Və bir təlim gördüm ki, Planning for Success. Okay, uğurlu planla, uğur üçün planla, birinci kurs tələbələri. Dedim, bu kurs, gedirəm orada seyirli çubuq götürüm. Bu Amerika, birinci kurs tələbələri, bunlara nəsə fərqli bir şey verəcəklər. Tamam, və getdim, bir harca 100-ə yaxın tələbədir, birinci kurs tələbələridir və bir nəfər də speaker çıxdı, danışdı, məğzin deyirəm sadəcə olaraq. Uşaqlar, qabaqda 8 semestrimiz var. 8 semestr, deməli 4 ilimiz var, 8 semestrimiz var. Hər semestrə bir dənə profesional bacarıq öyrənirsiniz. Bu da 4 ildən sonra 8 profesional bacarıqdır. Bildiniz, çıxın gedin. Amerika, bu seyirli çubuğandır bəs. Yəni, bunları deməkdə məqsədim odur ki, birinci dünya, xaricdə təhsil fikirləşərkən gözləntilərimizi o boyda qoymayın. Düzdür, çətindir, düzdür, çətinlikləri var. Düzdür, Amerikada dalımca düşüblər, yəni yüklərimi almaq istəyiblər, düzdür, hədə gəliblər, düzdür, qaçmışam, düzdür, yıxılmışam, düzdür, döyüblər. Bu elə-belə şeylər yəni, bu həyatın bir hissəsidir. Amma yenə də gözləntilərimizi aşağı biraz salaq Amerika barəsində. Yəni, Oxford oxumaq məcburiyyətində deyilsən, amma öz Oxford'u xaricdə tapa bilərsən. Tamam? Növbəti məsələ, belə bir araşdırma aparırlar ki, dünyada insanlar arasında imkanlar var hər yerdə. İnsanlar necə reaksiya verir bu imkanlara? Maalesef məlum olur ki, biraz evdə Türk seriyalarına baxırlar, orada dilimdə oturur biraz. Çox az insan nəsə yaradır. İnsanlar nə edirlər? İnsanlar ən çox, tamam,
Ay bala, eşitmisən, xaricdə təhsil var. Hardadır? Almaniyada dad təqaüdü. Hə, verərəm sənədləri. Getdi. Onunla da xaricdə təhsil məsələsi bitdi. Bir qrup, çox kiçik qrupda deyir, yox, dad var, başqa görüm hansı təqaüdlər var. Bir araşdırma eləyir baya. Və verir bir iki yerə də, keçmədi, bitdi. Və çox az insan var dünyada ki, 5% insan isə verilənləri alır, özü axtarır, olmadısa yaradır. Okay? Bu düşüncə məndə də yaranmışdı. Bilmirəm hardan gəlmişdi. Bəlkə Sumqayıt uşağıyam, ondan gəlmişdi. Dedim, bu yaratmaq da niyə yoxdursa nəsə tapmalıyam. Və dad təqaüdü. Aha, rəhbər axtarmalıyam. Normal məntiq. Almaniyaya gedirəm, rəhbər axtarıram. Harda axtarmalıyam? Almaniyada. Tamam. Almaniyada axtardıq, tapa bilmədim. Okay? Nə etməliydim? Normal bir ağlaşma. Təəssüf. Olmadı da, elədim, olmadı. Dedim, yox, bu son ola bilməz. Axtarış davam elədi. Və belə bir şey elədim. Təsəvvür edin, Almaniyada rəhbər axtarıram. İtaliyaya deyirəm ki, professora, məsələn, Professor Cassano. Bəlkə Almaniyada tanışın, ola? Cavab gəlmədi. Tamam, keçdim İsveçrəyə, keçdim İspaniya, keçdim Türkiyə, keçdim Rusiya, cavab gəlmir. İçəridən səs gəlir ki, bala, bəsdir də, o da bitir də. Dedim, yox, mən dur demədən duramaz falan, belə şeylədik. Və bu axtarışın pik nöqtəsi Asiyada, təsəvvür edirsiniz, Almazbek Kırmanbekova yazıram ki, Qırğızstan, Qazaxstan, Almaniyada tanışın yoxdur. Okay? Crazy. Amma buna yaratmaq deyirlər. Və bu Almazbek Qırğızstandan yazdı mənə ki, nə gözəl, əhsən sənə, oğlum, tələbəm, falan. Mənim tanışım varam Almaniyada. Deyərəm səni rəhbəri eləsin. Və beləcə o mənə rəhbəri elədi, dad təqaüdünü qazandım. Bax, yaratmaq budur. Yəni, sadəcə evdə oturub və yaxud da bir dənə e-mail göndərib və yaxud da bir dənə nədəsə iştirak edib deyil də sonuna qədər yaratmaq. Və bir dənə də nümunə deyim, yenə də imkan yox idi, özümüzə yenə şərait qurduq. Belarusiyadayam, Minsk şəhərində bəlkə kimsə olub, balaca bir şəhərdir, belə də kənd tipli, hər yer ağac falan. Şəhər deməyə adam utanır yəni. Yaxşı yerdir. Və orada təlimə getmişəm, belə də postsovet ölkələrindən falan hamımız. Təlimçi nəsə gözümü tutdu. Dedim, bu nəsə yağlı tikiyə oxşayır. Yaxınlaşdım, danışdıq falan. Dedim, mənə kömək eləyin, şəbəkələşməyə, layihələrə girməyə falan. Belə baxdı, dedi, sən xoşuma gəldi. Gəl, Barcelonaya. Mən də belə baxıram. Gələrəm, amma pul yoxdur axı. Deyir, yox, narahat olma. Bəs 2 aydan sonra Barcelonada konferansım və kursum var. Bütün xərclərimi də qarşılayıram. Tamam, gəl, iştirak elə və faydalan. Və belə də oldu. Yəni, ən pisi o idi ki, başqaları üçün 30 nəfər iştirakçısı idi. Bir dənə mən bunu dedim və mənə təklif elədi. 29 nəfər qıraqda deyinirdi ki, bəxtəvərə baxı, bəxti gətirdi. Okay? Yəni, sadəcə yaratmaq, danışmaq, istəmək və cəhd etmək lazımdır. Bu da Barcelona'dan by the way. Okay. Bizdə şuuraltımız, belə deyək, biraz elmi səslənsin, cool səslənsin deyə deyək. Baya, onların beynimizin içərisində yanlış mesajlar çoxdur. Və onlar da bizi istər gündəlik həyatımızda, istərsə də karyeramızda, xaricdə təhsillə bağlı çox geriyə çəkir. Bunlardan biri də budur ki, istisnalar qaydaları pozmur. Amma mən qətiyyən razı deyiləm. Əgər bir qayda pozulubsa, istisna yaranıbsa, deməli o qayda mükəmməl qayda deyil. Bunu dəyişmək olar. Və bir də öz beynimizə baxsaq görərik ki, qayda və qanun anlayışı bizim üçün eynidir. İkisi də ağırdır. Qayda, qanun. Tamam, gəlir səs belə. Okay. Tamam. Qayda və qanun ikisi də ağırlıqdır bizim üçün. Elə bilirik ki, qaydanı pozsam, qanunu pozmuşam. 14 il iş verəcəklər bizə. Tamam. Və bu səpkidən olaraq Afrikaya getmək istəyirəm. Cənubi Afrika Respublikasına Dünya Gənc Alimlərinin konferansıdır və Azərbaycanı bu oğlan təmsil eləyəcək. Gənc alimləri. Azərbaycanda səfirlik yoxdur. Gez bildim həmişəki kimi. 5 iş günüm qalıb. Tamam, viza almalıyam, 5 iş günüm qalıb. Girdim şərtlərində oxudum ki, 5 iş günündən tez viza verilmir. Mənim də sənədlərim 2 günə getməlidir Ankara'ya, 5 günə emal olmalıdır, 2 günə qayıtmalıdır, 9 iş günü lazımdır. Bu rəsmi qaydadır.
Belə halda nə etməli idik? Oturub ağlamaq olar ki, ay da bəxtim gətirmədi, bir dəfə şansım oldu falan falan falan. Nə bilim, fələyin, mələyin kimin üstünə yıxacaqdım, gedəcəkdim, vəsə, həyat. Okay? Dedim ya, bayaqçı məsələ gəldi ki, mən dur demədən duramaz. Tamam. Sənədlərimi göndərdim və Cənubi Afrika Respublikasının Ankaradakı səfirin özünə, səfirin köməkçisinə, ümumi şöbə, xüsusi şöbə, qəbul şöbəsi. Hamısına e-mail yazdım və qəbul şöbəsinə zəng elədim. Dedi, yox, bizim qaydamız budur, bunu dəyişə bilmərik. Dedim, tamam, olsun. Sənədlər getdi. 2 gündən sonra zəng elədilər mənə ki, bəs şirkət zəng elədi ki, sənədlərin oradadır. Okay? Və götürdüm telefonu, təzədən zəng eləyim səfirliyə, zəng eləmişdim, səfirdə xanım götürdü. Dedi, müəllim, narahat olmayın, artıq səfir göstəriş verib, emal eləmişik, səfirliyin təsdiqindədir. Okay? 3-4 saat sonra zəng gəldi ki, şirkətə deyin, gəlsin götürsün. Rəsmi qayda minimum 5 iş günü idi. Okay? Amma 4-5 saata bunu həll etmək oldu. Bu şəkildə də gündəlik bizim qabağımıza çıxan xaricdə təhsillə bağlı qaydaları oxuyuram, haransı bir universitetin. Uça bilən, qaça bilən, arxaya salt ota bilən, nə bilim, suyun altına 5 dəqiqə qala bilən. Yox, mən deyiləm. Okay? Tamam, dinlə qaça bilmirəm, amma belə də sürünə bilirəm ən azı yəni. Yəni, bax, bu qaydalar bizləri qorxutmasın. Mən maksimum nəyimi bacarıramsa, onu eləyim, e-mail yazım, dərdimi başa salım. Yəni, sən danışmalısan ki, səni bilsinlər. Amma evdə kresloda oturub hər şeyə qərar verməyin. Tamam. Və bir dənə də nümunə deyim sizə, qaydaları pozduğum məqam olub. İsveçrəyə getmək istəyirəm yenə də, pul yoxdur. Nə etmək lazımdır? Ağlaşma e-mailləri gedir yenə də harala, bütün təşkilatlara. İsveçrə elm fondu. Bu da ciddi qurumdur. Dünyanın bir nömrəli maliyyə qurumudur. Təsəvvür eləyin də, maliyyə qurumu dünyanın. Və baxıram ki, orada təqaüd var, mənə aid deyil amma. Mən tələbəyəm, o artıq elmlər namizədir, PhD olmalısan. Dedim, itirəcəyim nə var ki? Bir dənə e-mail də yazım. Qəbul eləyər, Allah kömək olsun. Qəbul eləməzdə minnətdar olsun. Tamam. Və e-mail yazdım, göndərdim. Və bir müddət keçdi, e-mailə cavab gəldi ki, xarici pasportu göndərin. Okay? Şok. Özüm şok yaşıram. Yəni, mən kiməm ki, mənə görə qaydalarını dəyişir. Amma yenə də özümü sındırmadım, xarici pasportu göndərdim və getdim. Gedəndən sonra bir daha bir şey sübut elədi ki, gördüklərimizin arxasında çox şeylər var. Heç vaxt gördüklərin üzərindən qərar vermə. Və yaxud da qaydalar budur, bu dəyişilməz deyə qərar vermə. Getdim, olan məlum oldu ki, bu kafada olan tək mən deyilmişəm. Kenya, İspanya, Belarusiya, bir də desən, Avropa dövlətlərindən birindən, bir də mən. 5 nəfər. Hamımız tələbə. Hamımız tələbə olaraq, hamımız eyni kursun və hamımız da İsveç elm fonduna yazmışıq eyni anda. Bir-birimizdən xəbərsiz. İsveç elm fonduna baxdım, tamam, belə bir tələbat varsa, qaydalarımızda dəyişiklik edərik. Amma mən evdə kresloda oturub da onu ömrü boyu bilə bilməzdim. Ona görə bizim işimiz etməkdir. Alınacaq, əla. Alınmasa da minnətlər olsun. Tamam. Bizə təsir göstərən avtoritetlər. Bizim daxilimizdə yenə də düşüncəmizlə bağlı deyəcəm. Düşüncələrimizdə, beynimizin içərisində müəyyən bir insanlar var ki, onlar bizim üçün avtoritet rolunu oynayır. Yəni nə? Onların sözləri bizim üçün qanundur. Bunlar kim ola bilər? Ata, ana, bacı, qonşuda olan Gülbadam xala, qohumumuzda imkanlı dayday. Tamam. Onlar ən çox bizim üçün avtoritet rolunu oynayırlar. Necə? Məsələn, Gülbadam xala götürək qonşudur. Bir 65 yaşlı xaladır. Yaxşı dünya təcrübəsi var. Yəni necə yun çırpmaqla bağlı, yemək pişirməklə bağlı, ara düzəltməklə, ara vurmaqla bağlı gözəl təcrübəsi var və birdən eşidir ki, qonşunun qızı xaricdə təhsil almaq istəyir. Və gəlir, oturur səninlə diz-dizə, deyir ki, qızım, baxıram maşallah, ağıllı oğlansa, ağıllı qızsan, bəs atan, anan, hamınız mərifətlisiniz. Çətindir. O, mənim baldızımın qızı. Getdikcə oxuya bilmədi. Tamam. Mənim beynim avtoritet qəbul edib deyən onu. Başqa işdə qəbul edib, nə bilim, kömək eləməkdə, yemək pişirməkdə, qəşən xaş pişirir. Hə? Amma xaş pişirməyin qəbul edirəm ki, bunun sözü yalan olmaz. Və onu ilə də qərar verirəm. Qərar verirəm və itirirəm. Okay? Ona görə də həmişə suallar verir. Məsələn, mən də belə bir məqamlar oldu. Fulbright təqaüdünə vermək istəyirəm. Bakıda Fulbright Info deyə məlumat günü keçirilir. Dedim, özümü verim ora bir mütləq. Getdim, oturdum qıraqda belə. Qıraqda oturmuşam, özdə gedişmişdim, qaçasa gedim, həmişəki kimi. Oturdum belə, gördüm, artıq yığışıblar. Ramina xanım, səfirin işçisidir, gözəl insan.
Və o da danışır qabaqda, deyir ki, Fulbright təqaüdü dünyanın bir nömrəli təqaüdüdür. Qəşəng də cool da geyinir, belə xarizma falan və yarı ingilis, yarı Azərbaycanca danışır. Mən də qıraqda oturmuşam belə baxıram və deyir ki, bir nömrəli təqaüd proqramıdır. Dünyanın hər il 100-ə yaxın adam verir, 3-4 nəfər keçir, belə danışır və yerdən başladı uşaqlar danışmağa ki, hə, mənim Amerikada 3 dənə rəhbərim var. Deyirəm, okey, baxıram, mən də heç kimim yoxdur hələ. Deyirəm, hə, mən 2 dəfə gəlib gəlmişəm, mən sizin heç nədir. Və bunları görəndən sonra artıq beynim bunları avtoritet qəbul edər ki, Ramina xanım avtoritetdir və onun sözü səhv ola bilməz, çətindir. Tamam, əslində səhv deyildi, düz deyil, çətindir. Və onları da gördüm, çıxdım o tərəfə, çıxdım sonra info deydim. Ya Fərid, deyirsən, ged evdə, qəşəng evdə, supdan falan var, iyi, yatcına, neyinirsən bunu? Amma qərar verim ki, itirəcəyim bir şey yoxdur. Yəni, nə qədər vaxt lazım olacaq? 1 gün, 2 gün, 3 gün, tamam. Etdim və keçdi. Amma inanıram ki, və bundan sonra tərsinə inanmaq istəyirəm ki, hamımızda bu avtoritetlər var. Və bir dənə də avtoriteti deyim sizə, bu Steven Jansen, odunca anatomiyası ilə işləyən bir mütəxəssisdir, professordur Almaniyada. Mən bunu tapmışam, deyirəm ki, dadla postdoka gəlmək istəyirəm yanıma. O dedi ki, hə, gəl, bəs göndər sən research proposal-ı, işi falan görüm nə istəyirsən. Mən də göndərmişəm, deadline-a baxıram ki, 10 gün qalıb, səs-səmir yoxdur bundan. Deyim, haydi, stres çarçı 10 gün qalıb da. Bir dənə də yazdım ki, baxışlayın, narahat edirəm, 10 günümüz var. O da üzr məktubu yazdı arxa ki, tələsməyəm, yadından çıxıb bu gün göndərirəm. Mən də oturmuşam, həmin vaxtda Amerikadaydım, belə e-mail gözləyirəm ki, verirəm sənədlərimi. Bum, bir dənə partlayış e-maili gəldi. Bu nə sənədlərdir? Bu nə research proposaldır? Mən belə tələbəni, mən öz institutuma, öz qrupuma qəbul eləmirəm. Bum. Mən də oxumuşam, baxıram belə, Google Translate atıram, uşaqlara verirəm ki, doğrudan deyir bu. Bu nə deyir, deyir, məktub mənə gəlməyib bax, ya. Baxdım belə, ya, həmin anda artıq o görünüşü ilə, o sözü ilə mənim avtoritet idi. Mən Almaniya səviyyəsində deyiləm. Alman professor mənə deyir ki, bir köpüklüysən. Sən kim oluyorsun Almanya'ya geliyorsun bu proposal'la, bu CV ilə. Okay? Və yenə də bir dənə sual. O mənə verdiyi sualı ona qaytardım ki, sən kim oluyorsun ki, məni kəsiyorsun, qəbul edəmiyorsun? Hə? Və 10 gün ərzində yeni rəhbər tapdım, sənədlərimi verdim, keçdim və qalib oldum. Okay? Yəni, təsəvvür edin ki, bizlər nə qədər bu avtoritetlərin təsiri ilə, sözləri ilə qalırıq. Ona görə daim sual verin özünüzü ki, özünüzü çıxardım buradan. Və davam eləyək. Dünya ilə rəqabətə girməkdən qorxma. Tamam. Yenə də qayıtdıq birinci məsələyə. Dünya. Yox. KISS rule var. Biraz adı pis səslənir KISS. Amma keep it short and simple. Sadə tut, qısa tut. Ya dünyadır da sənətlərim gələ. Oxforddan keçmədi. Görüm hara gələ, Latviya hara gələ. Okay. Baxın, Cambridge Universitetindən recommendation alıb Sumqayıt uşağı. Cambridge Universiteti, wow, cool. Amma içinə baxsaz deyəcəksiniz, elə bu. Təsəvvür edin, İsveçrədə görüşmüşəm bu professorla bir dənə deməli konfransda. O saat görüşən kimi də bir dənə selfie, tamam, lazım olacaq mənə və Amerika getmək istəyirəm. Fulbright təqaüdünə recommendation lazımdır. Deyirəm ki, ne deyirəm ki, cool recommendation olsun da, belə Bakı dövlətdə Rafiq müəllimin recommendation olmasın. Tamam. Və birdən bu yadıma düşdü, bu Cambridge-də idi. Bir dənə e-mail buna və şəkildə attach elədim. Salam müəllim, görüşmüşdük ya. Okay? Aha, və mənə recommendation lazım deyə. Cavab gəldi ki, salam, əlbəttə tanıdım, işləri necədir? Sorry, vaxtım yoxdur. Okay? Neynəməliydim? Həyat, yox. Ya, mən dur demədən duramaz. Okay? Bir dənə də e-mail ona ki, bəli müəllim, bilirəm, vaxtımız yoxdur. Amma olar özüm yazım göndərim, bir dənə qol çəkin göndər. Dedi, okey, olar. Və bu da mənim Cambridge recommendation. Özüm yazdım, göndərdim və tam reallığı, tam səmimiyyəti ilə deyirəm. Alqışlayaq dostlar. Minnətlər. Və növbəti dəfə dünya ilə yenə rəqabətə girmək istədim. Bir dənə gördüm ki, grant yazmaqla elan veriblər. Bu da hardadır elan? Çexiyada olacaq bu grant yazmaqla bağlı təlim və dünyanın bütün gənclərlə bağlı şəbəkələrində, cəmiyyətlərində hər yerdə paylaşılıb. Və bildim ki, bütün dünya ora sənəd verəcək. Tamam. Bir də oturmuşam özüm evdə. Dedim ya, yəni
Bax, dünya ora sənəd verəcək. Sən də bilirsən də, yəni yalanla nə şiir eləsən, bilirsən kimsə. Tamam. Bəlkə lazım deyil. Niyə vaxt itirirsən? Dedim, yenə də gəldi ki, ben dur demədən duramaz. Okay? Bir dənə e-mail, bir dənə ağlaşma e-maili, bir dənə möhtəşəm motivation getdi və cavab gəldi ki, təbriklər seçilmiş. Sağ ol mən. Nədir məsələ bu? Nədir axı bunun sirri? Və dedilər ki, dünyanın 49 ölkəsindən 150-yə yaxın application olub. Onlardan harca 10 nəfər yaxın seçiblər. Onlardan biri də mənəm. Tamam. Və orada nə eləmişəm onu sonra deyəcəm. Amma ən azı dünya ilə rəqabətə girə bildim. Yəni, əsas bu düşüncə girdi. Birinci addım atmaqda girdi. Sual verməklə girdim artıq birinci. Tamam. Və bir də əlavə olaraq onu da deyim ki, uşaqlar, dil öyrənməklə bağlı həmişə soruşurlar. Dil öyrənməklə bu metodundan istifadə edirəm. Kimsə istifadə edib o metoddan? Okay. Bundan sonra çox tövsiyə edirəm. Bəlkə də heç yerdə eşitməmisiniz, bəlkə də eşitmişsiniz. Bu o biabır olmaq metodudur. Okay. Yəni inanın, əgər bir yerdə babat biabır ola bilsəz, İngilis dilisi motivasiya olacaq. Neçə aylardır oturmuşam, İngilis dili öyrənirəm, getmir. Tamam. İsveçrədə kurs var. Gözəl. İsveçrədə darxanda gedirik, yəni elədir yəni. Və biraz düzəltdim, biraz özüm pul düzəltdim, biraz kömək elədilər, rəis kömək elədi və belə də düzəldi məsələ. Getdim İsveçrəyə. İngilis dilində necədir? O bizdə məşhur deyim var ha, Nemes avçarkası. Başa düşürəm, danışa bilmirəm yəni. Okay? Və getdim, orada da inşallah qismət olsun getməyənlərə də belə international traininglərə, təlimlərə, yay məktəblərinə getdiniz. Şəbəkələşmə dəhşətdir də orada. Hamı bir-birinə deyir, gülür, tanışır falan. Hamı yaxınlaşır. Haradansınız? Azərbaycan. Baxışlar ki, yanında başım bıraxın bunu. Okay? Artıq 3 saatdan sonra qıraqda, orada da hiss olunur, yoluq düzə kimi qıraqdaydım yəni. Niyə? Deyirlər, hamı bir-birinə fikir soruşur, baxırlar mənə, bunu buraxın. Okay, bunun başını buraxın. Amma əsas məsələ oydu ki, orada 5 gün ərzində biabır olmağın dibini yaşadım. Okay? Və gələndən sonra 3-4 ay ərzində artıq başladım ingiliscə danışmağa. Okay? Ona görə də bu o metodu çox faydalıdır. Yəni alınmırsa özünüz atın bir yerdə biabır olun yəni. Amma qəşəng biabır olun, yüngül yox. Tamam. Və bir dənə də çox eşidirsiniz ağlaşma e-mailləri. Deyirsiniz ağlaşma e-mail yazıram, hər yerə keçir. Yəni ki, bəlkə bu sual yanında ki, o necəsiniz, o necə ağlayırsınız? Belə birinci bir dəsmalı götürürük. Burada key pointi demək istəyirəm uşaqlar. Məsələ nədədir? Məsələ xırda addımlardadır. Mən heç vaxt xırda addımlar atmaqdan çəkinməmişəm. Yəni, heç vaxt bu qədər 900 nəfər auditoriyanın, belə deyək də, istəmişəm həmişə olsun. Amma, yəni 3 nəfər də olanda, 2 nəfər də olanda onun məzduğunu yaşamamışam ki, hayda 2 nəfər də, hayda 2 nəfər. Yox. Okay. O xırda addımlar bu ağlaşma e-maillərinə rəng qatırdı. Təsəvvür edin, bir iki dəfə getdim, gəldim, təqaüd qazandım. Başladım Elmlər Akademiyasının institutlarında, müxtəlif institutlarında təlimlər keçməyə. Nə təlimləri? Təqaüdlərlə bağlı. Elan verilir, gedirəm, girəm içəri, görürəm 3 nəfər oturub qabaqda, ikisi telefon oynayır, biri belə də, baxır yəni də, bekar qalmışsan. Tamam. Nəsə, elə hardasa bir 10-a yaxın təlim keçdim akademiyanın institutlarında. Ən yaxşı cool göstəricim 5 nəfər idi. Yəni 5 nəfərdən ikisi də ağsaqqalaq bilsərlər idi. Prosta demişlər ki, oturun orada, kimsə olmalıdır burada. Tamam. Amma onlar mənim üçün həm təcrübə idi, həm də motivasiya idi gələcək üçün. Və o dünya ilə rəqabətə girəndə də, Çexiyada qrant yazma müsabiqəsi, dünya necə eləyim ki, bunu biraz qəşəng göstərim orada. Motivation'ın hissəsi. Mən Azərbaycanda, Elmlər Akademiyasında, akademiyanın institutlarında, ondan çox institutunda gənc alimlər üçün təlimlər keçmişəm. Və gəlib orada iştirak eləsəm də, qaydandan sonra yenə də təlimlər keçəcəm. Bu şəkildən görən olsaydı biabır olacaqdı. Yəni 5 nəfər elə bu. Okay? Və amma işə yaradı yəni. Ona görə də baxmayın indi ki, bura gəlmişəm forumda nə olasıdır? Yox. Buradan eşidəcəyiniz bir söz həyatı dəyişə bilir. Harasa könüllük var. Zibil yığmaqla da olacaq. Bir zibil yığmaqda bir addım həyatı dəyişə bilər. Bir könüllük həyata dəyişə bilər. Bir insanın bir sözü həyatı dəyişə bilər. Necə ki,
məndə oldu elə. Yəni bir insanın sözü ki, sən bacaracaqsan. Hansı ki 26 ildə o sözü eşitməmişdim və o söz gələndə də baya içim çalxalandı ki, ya bacaracaqsan nə? Bacarım, PlayStation bacarırım, amma da oxumaq, elm falan yox da. Ona görə və bu da şeydir. Messi Amerikalıdır, yerli Amerikalıdır və son mesajımı demək istəyirəm uşaqlar sizə. Yəni son mesajım ondan ibarətdir ki, mən sadəcə düşüncəmi dəyişərək və o söz nəticəsində inamımı dəyişərək Sumqayıtda PlayStation zalından İsveçrəyə qədər və yaxud da dünyanın 17-18 dövlətinə qədər, məşhur universitetlərinə qədər gedib çıxa bildim. Buradan çıxandan sonra özümüzə sual verək ki, bəs mən hara getmək istəyirəm və və bunun üçün çox kiçik ilkin addım olaraq nələr eləyə bilərəm. Təşəkkürlər.